Kişi gəlir, pəncərənin yanından belə pusur. Görür qadın mətbəxdə öz işi ilə məşğuldur. Kişi evdə oturub qəzet oxuyur. Birdən telefona zəng gələndə kişi ayağa qalxır ki, telefonu götürsün, dirsəyi dəyir Güldana, Güldan sınır. Güldan sınanda qadın özünü çatdırır. Deyir ki, əzizim, bağışla ki, mən Güldanı sındırdım, sən bu Güldanı cehiz gətirmişdin. Deyir, yox, sən məni bağışla ki, mən o Güldanı düzgün qoymamışam. Gəlir evə. Həyat yoldaşı deyir ki, bəs getdin, baxdın, pustun, qulaq astım, nə baş verdi? Deyir, əzizim, mən belə bir qənaətə gəldim ki, o evdə ərlə arvad özlərini hər işdə günahkar sayırlar. Amma bizi isə öz evimizdə ancaq ikimiz arasında nəsə baş verəndə deyirik ki, mən haqlıyam. Sən də deyirsən ki, mən haqlıyam. Yəni, nə qədər insanlar kompromisə gedəcəklərsə, güzəştə gedəcəklərsə, o evdə də hər şey ravan olacaq. Çox gözəl.